Mən Aksur Türkü, Ağcabədi rayon Su kəndi 44 günlük vətən müharibəsində 28-i sentyabrda Füzuli istiqamətində döyüşə girmişəm. Qaraxanbəyli deyilən yerdə Şumluq deyilən bir ərazi vardı. Aha. Orada yaralanmışam, 6 güllə dəyib, 3 qəlpə. 6 güllə. Hal-hazırda hər qılçamda bir güllə var, sniper gülləsi. Bir güllə düz isə orqanımdadır. Gözümdə bir qəlpə var. Bədəninizdə hal-hazırda 3 güllə var. 3 sniper gülləsi var. Sniper gülləsi. Bəli. Bəs həkimlər nə dedilər? Yəni çıxartma. Yəni ki, müəyyənlərin çıxartdı, müəyyənləri dəlib keçib. Aha. Həndə pilosu bir dənəsi sol ayağımdakı almacığın içindədir. Çıxartmaq mümkündür. Hə, sağdakı da ki, ilikdədir. Ona görə də qalıb orada. Qardaş, o sənə nə qədər ağrı verir? Sən necə dözürsən buna? Vətən sağ olsun. Allah millətimizi qorusun. Allah dövlətimizi, dövlət başçımızı qorusun. Allah cəm şəhidlərimizə rəhmət etsin, məqamları uca olsun.